Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı cümlenizin üzerine olsun. Allah Teala gelen günlerinizi de hayren beddel eylesin. İlerideki söhbətimdə ben dedim ki inşallah gelen söhbətimdə, yani bugünkü söhbətimdə Qabilin Habili öldürməsi məsələsi haqqında danışacağım. Belə ki, demişdim ki, bir dənə söhbət qalıb. Amma baxıram ki, 6 dənə vərəq qalıb. 6 vərəqi də oxuyanda adasa 20 dəqiqədən də çox vaxt aparır. Ona görə bunu 2 hissəyə böldüm. Burada 14 dənə nəzəriyyə var Qabilin Habili öldürməsi haqqında. Onların elə bil ki, yarısını inşallah indi sizə danışaram. Yəni vərəqlərdən oxuyaram. Qalan ikinci hissəni vaxtım olsa bir qədər də sonra ya axşam vaxtı al. Axır ki, bugün inşallah bu 2 söhbəti danışaram sizə. Birinci nəzəriyyə belədir. Bəzi xəbərlərdə Qabilin Habili öldürməsinin səbəbi bu idi ki, onu da deyim ki, burada 14 dənə nəzəriyyə mən qeyd eləmişəm. Qabilin Habili öldürməsinin səbəbi bu idi ki, Adəm əleyhissalamın vəsilik və xəlifəlik məsələsi idi. Habilin həyat yoldaşının gözəl olması və Qabilin Habilə qarşı paxıllıq etməsi məsələsi deyildi. Əksinə Qabil gördü ki, qardaşı Habil böyük iftixara, yəni xəlifəlik məqamına yetişəcək, ona görə də qardaşına paxıllıq edib onu öldürdü. İmam-ı Sadiq əleyhissalamdan nəql olunan rəvayətə görə Allah Teala Adəmə belə vəhy etdi. Sənə öyrətdiyim ismi əzəmi, verdiyim peyğəmbərlik məqamını və cəmaatın bütün ehtiyacı olduğu şeyləri Habilə tapşır. Adəm də belə etdi. Qabil bu məsələni eşidib, hissləndi və atasının yanına gəlib dedi. Atam, mən ondan böyük deyiləmmi? Bu məqama mən layiq deyiləmmi? Adəm əleyhissalam buyurdu, övladım, bu iş Allahın əlindədir. Hər kəsi istəsə onu böyük məqama çatdırar. Sən böyük olsan da Allah Teala mənə belə əmr etdi. Əgər mənim sözümə inanmırsansa, hər biriniz bir qurbanlıq edin. Hər kəsin qurbanı qəbul olunsa, deməli bu məqama o layiqdir. O vaxtlarda qurbanın qəbul olma nişanı belə idi ki, göydən bir ot gəlib qəbul olunan qurbanı aparırdı. Beləliklə, Qabil də öz zəhmətindən qurbangahə qurban gətirdilər. Qabil əkinlə məşğul olduğu üçün bir miqdar çürük, qiymətsiz buğda və ya arpa seçib Allah dərgahına gətirdi. Amma Habil isə heyvandarlıq ilə məşğul idi. O sürüsünün ən böyük qoçunu seçərək Allah dərgahına qurban gətirdi. Göydən ot gəlib Habilin qurbanını apardı. Qabilin qurbanı qaldı. Şeytan Qabilin yanına gəlib dedi, indi bu işin sənin üçün bir əhəmiyyəti yoxdur. Amma gələcəkdə sizin övladlarınız olandan sonra onun övladları səninkilərə iftixarla deyəcəklər ki, biz qurbanı qəbul olan şəxsin övladlarıyıq. Amma sizin atanızın qurbanı qəbul olmadı. Amma əgər sən Habili öldürsən, Adəm naçar qalıb, o məqamı sənə verər. Beləliklə Qabil öz qardaşı Habili öldürmək qərarına gəldi. Allah Teala bu əhvalatı Qur'an-ı Kərimdə belə buyurur. Adəmin 2 övladının əhvalatını onlara de. Onlar qurbanlıq etdilər.
Allah onlardan birinin kurbanını kabul etti. Ama o birisini kabul etmedi. O kurbanı kabul olana dedi, seni öldüreceğim. O birisi cevabında dedi, bu bana ait değil. Belki bu Allah'ın elindedir ve Allah Teala pehrizkarlardan kabul edir. Daha sonra dedi, eğer sen bana taraf el uzadarsansa, yani beni öldürsen, ben hiç vaxt sana el uzatmaram. Çünkü ben alemlerin perverdigarından korkuram. Ben istəyirəm özüm günah etməyim, sənin məni öldürməyin və mənə qarşı müxalifətçilik etməyinin muzlu bir gün sənin özünə qayıdacaq və səni cəhənnəm əhlindən edəcək. Əlbəttə, zalimlərin aqibətləri sonda belə olmalıdır. Beləliklə, Həsəd öz işini gördü və Qabil Habili öldürdü. Ağıl, dərrakə, qardaşlıq hissi, Allah'tan qorxu və ata-ananın hüquqlarına riayət etmək heç biri insana məxsus olmayan həsəd kimi xüsusiyyətin nəticəsində yaranan qəzəb tufanını yatırda bilmədi. Bəli, belə nifrət edici sifət dünyada nə qədər cinayətlər törətmiş və nə qədər nahaq qanlar tökmüş və nə qədər evlər dağıtmışdır. Həsəd edənlərin özlərini də bir dəqiqə rahat bırakmır. Yaşayışı onlara təlx və acı edir. Daima ürəklərində özü ilə danışır. Etdiyi öz əməlinin əzabına düçar olmayınca ya da həsədin alovunda yanıb külləri göyə sovrulmayınca daima onun alovunda yanır və bədənləri əriyib tədriclə aradan gedir. Qabil bu əməli ilə ilk nahaq qanı tökdü. Allah Teala bu mövzunun ardınca buyurur. Qabilin üsyan etmiş nəfsi qardaşını öldürməklə şeytanın itaətinə keçdi və nəticədə ziyankarlardan oldu. Qabil bu işi gördü, sonra peşman oldu. Amma sonraki peşmançılıq fayda verməz deyiblər. Atılan daş bir də geri qayıtmaz. Odur ki, deyilib, bir işi görəndə 100 ölç və bir biç veya özündən böyüklərlə, ağsaqqallarla məsləhətləş. Stalin bütün marşalların hakimi olduğu halda İkinci Dünya Müharibəsində onlarla bir iş görəndə fikirləşib, onların fikirlərini öyrənirdi. Sonra Peyğəmbərimiz hətta bəzi məsələlərdə ətrafında olanlarla bir məsələ qarşısına çıxanda onlarla məsləhətləşərdi. Hətta bildiyi halda onlarla məsləhətləşərdi. Bununla Peyğəmbərimiz ətrafında olanların kimin münafiq, kimin dost olmasını bilirdi. Çünkü münafık əyri göstəriş verirdi veya susurdu. Mümin ise düz gösterişler verirdi. Qabil bu işi gördükten sonra peşman oldu. Amma cansız bədəni necə dəfn edəcəyini bilmədi. Belə ki, bu haqda irəlidəki söhbətlərimizdə danışmışıq. Deyilənlərə görə Əbul-Bəşər, yani insanların atası Adəm, Habilin ölümüne göre bərk təsirləndi və çox narahat oldu. Onun ölmesine göre 40 gün gecə gündüz ağladı. Allah Teala ona Habilin əvəzinə digər bir oğul övladı verəcəyini vəhiy etdi. Ondan sonra Havva nənəmiz hamilə olub, gözəl və pak bir oğlan dünyaya gətirdi. Onun adını Şeys veya Hibetullah, yani Allah'ın bəxşi koydular. Şeys böyüdü, Adem onu Allah'ın əmrinə görə öz vəsisi, yani canişini seçərək nübüvvətin sirlərini və peyğəmbərlərə məxsus olan şeyləri ona öyrətdi. Ölünü necə dəfn və kəfən etməyi ona öyrətdi və ona sifariş etdi ki, o da özündən sonrakılara bu elmləri öyrətsin. Belə ki, vəsiyyət etdi ki, qardaşı Qabili
qətlə yetirib Habilin qisasını ondan alsın. Şeyh de atasının ölümünden sonra bu işi gördü. İnsanların artması ve Adem Aleyhisselam'ın evladlarının evlendirerek insan neslinin artması ve Qabil'in Habil'i öldürmesi hakkında müxtəlif nəzəriyyələr irəli sürülmüştür. Benim kitablardan okuyup bu meselelerin, yani insanın evvelde necə artması ve Qabil'in Habil'i öldürmesi meselesi hakkında ben size ilerideki söhbətlerimde bu meselelerin 5 növi ile olmasını demiştim. Ama bu 2-3 gün ərzində çox axtarışdan sonra nəinki 5, hatta daha artıq olduğu qərarına geldim. İndi ben onları istədə bir diyeceğim ki, bu barədə sizin de ətraflı məlumatlarınız olsun. İleride birinci nəzəriyyəni dedik. İkinci nəzəriyyə isə belədir. Həvvadan Adəmin 2 vaxtda 4 övladı oldu. Birinci dəfə Qabil ilə bacısı İqlima, ikinci bətində isə Habil ilə bacısı Luza və ya Ləyusa. Bunlar yetkinlik yaşlarına çatdıqda Allahın əmri ilə qızlardan hər biri öz qardaşı ilə evlənir. Yani İqlima Habillə, Luza isə Qabillə. Habilə düşən qız Qabilə düşən qızdan daha gözəl olur. Ona göre de Qabil bu növi seçime etiraz edir. Adem Aleyhisselam da deyir ki, bu növi seçim Allah'ın mənə əmr ettiği seçimdir. İndi əgər sən Allah'ın bu növi buyurduğu seçime narazısansa, hər biriniz öz zəhmətlərindən ələ gətirdiyi ruziden qurbangaha qurban aparın. Hansınızın qurbanı qəbul olunsa, onun fikri, sözü düzdür ve ona əməl edin. Xülasə, hər biri öz zəhmətindən, yəni Habil bir kök qoç, Qabil isə buğda ya arpa sümbüllərinin zəifindən və nakönül qurbangaha apardı. O vaxtlarda ileride dediğim kimi qurbanın qəbul olunmasının əlaməti bu idi ki, göydən ot gəlib qəbul olunan qurbanı aparırdı. Xülasə, Habilin qurbanı qəbul olundu. Qabil de ona karşı kin, həsəd qəlbində yarandı və Habili öldürdü. Necə ki, ileride de bu barədə deyildi. Üçüncü nəzəriyyə isə belədir. Şiə alimləri, xüsusən İmam-ı Sadiq Aleyhisselam, tarixin belə baş verməsini inkar edirlər. Çünkü kardeşin öz doğma bacısını alması, yani onunla evlenmesi, aile kurması bütün şeriatlerde haram ve Ebu'l-Beşer'in, yani Adem Aleyhisselam'ın belə bir harama düçar olması qeyri-mümkündür. Bazı alimlerin nəzərinə göre Allah Teala Habil üçün behişt hurilərindən, Qabil üçün isə cinlərdən olan bir kız gönderdi ki, Habil huri ile Qabil ise cinden olan kız ile evlensinler ve insanlar artsınlar. Bu növi evlenmede düzgün fikir değil. Çünkü Allah'ın adaleti ile uygun gelmez. Necə ki, ilerideki söhbətimizdə de bu növi evlenme hakkında məlumat verildi. Kalan nəzəriyyələr hakkında inşallah gelen söhbətimdə sizin nəzərinizə bu barədə fikrimi, burada qeyd etdiyim məsələləri çatdıracağım. Burada söhbətimi tamamlayıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.